Hər vaxtınız xeyir. 7-ci sinifdə oxuyan şagirdimizdən belə bir maraqlı bir sual gəlmişdir. Gəlin baxaq suala. Şərtdə deyilir ki, sürət zaman qrafikindən istifadə edərəkdən V1-i hesablayın. Gəlin əvvəlcə qrafiki analiz edək. Fikir versəz, V-nin T-dən asılı qrafiki verilmişdir. Bu qrafik baxaq görək hardan başlayıb. Fikir versəz, sıfırdan başlayıb. Deməli, sizin sürətinizin başlanğıc qiyməti sıfırdır. Yəni, burada V0 bərabər sıfırdır. Fikir verək, 0-dan 5 saniyəyə, yəni artıq burada 5-ci saniyənin sonunda bizim sürətimiz olub V1. Elə bizdən bunu istəyir. T bərabər 5 saniyəyə uyğun sürəti, yəni V1-i bizdən soruşur. Amma fikir verəndə görürük ki, qrafikdə 10 saniyənin sonunda bizim sürətimiz olub 20. Deməli, artıq T 10 saniyə olduqda sürətimiz V bərabər olmuşdur 20-yə. Təcil düsturunu bilirik. A bərabərdir V çıxılsın V0 bölək T. İndi burada V0 0 idi axı. Yuxarıda qeyd etdik. Üstdən xətt çəkirəm. Nə qaldı? V bölək T. Artıq yerinə yaza bilərik. V-miz 20, T-miz də 10 idi. Sıfırlar getdi, qaldı 2. Təcilimiz 2 oldusa, bu da fikir versək V T-dən düz asılıdır. Deməli, bərabər təcilli hərəkətdir. Yəni, burada təcilimiz sabitdir. İndi artıq T 5 saniyədə V1-i tapa bilərik. A-nın düsturu yenə olduğu kimi A bərabərdir, V bölək T olacaq. Sadəcə burada indi V1 bölək T yazacağıq. Və V1-i tapanda A vuraq T şəklində olacaq. A-ya 2 tapdıq və V1-ə uyğun zaman, fikir versəz qrafikdə 5 idi deyə, ona görə də zamanı 5 olaraq götürəcəm. 2 olsun 5 mənə verəcək 10. Deməli, burada V1-imiz olacaq 10 metr bölək saniyə.